Salam qanalıma və videoma xoş gəlmisiniz. Biləm, yaşlı çayını açmaq istədim. Əslində çoxdan durmuşam. Bir çox bu ikinci paltar şeyləmişəm. Bir yataq dəstimi dəyişdirmişəm, artıq sərmişəm. İndi dəsmallardır, hamam xalatı və dəsmallar qoydum. Dedim bir fasilə verim, şeylərim, çayımı içeyim, yaşlı çay. Bu anam üçün. Mən də anamla yaşlı çay içəcəm bu dəfə, birinci dəfə. Yaşlı çay sevirəm, amma çox da içə bilmirəm. Bilmirəm niyə. Belə, bu gün biraz kuxunalar, bu qab-qacağı var, bunları da yığışdırdım bu gün. Bu gün biraz işlərim var, onları görüm, elə biləsəm bu gün eləyəcəyəm, olmasa sabah eləyəcəyəm. Belə, yaşlı çayımı içeyim. Bunu da panım vereyim, anam için. Belə, bugün belə yaşlı çay içəcəyəm. Elə apardım, verdim anamın çayını. Anam içsin, mən mətbəxdəyəm. Dedim biraz fasilə verim, həm də danışım. Çox istəyərdim videolarımı bəyənib, şeylərimi, amma heç bilmirəm. Deyəsən, heç kim belə adi videolar bəyənmirlər. Ev işlərimi bəyənsə də belə adi gələr. Kosmetikan çox olsun, nəsə belə bahalı şeylər alsın. Amma mən belə bahalı şeylər və kosmetika da çox da sevmirəm, almıram da. Kosmetikamda çəkəcəm, görüm. Bir vaxt elə kosmetikamda istəyirəm, təzə yenilənmək istəyirəm. Belə. Bugün yaşım çayımı içeyim və işimə davam edelim. Çay biraz istidir. Çok istidir, biraz qalsın. Mən də bu paltar yuyan maşınından paltarları çıxardım, aparım sərim. Çayım soğusun, bunu çıxardım. Biraz da paltar yuyanımızın fasilə eləsin. Bunu bir usta deyib ki, paltar yuyanına ara verin ki, biraz ara qalsın. Nə bilim, mən də belə elərim. Həmişə bunu çıxardım, onu atırdım, yuyurdum. İndi alanda fasilə 15 dəqiqədə, 10 dəqiqədə belə fasilə oraya verirəm ki, belə olsun. Bunları sərəm, dəsmallardır. Hamam dəsmalımdır, xalatımdır. Bunları bugün yudum. Bir dənə qalıb, biraz da fasilə verim, sonra yuyacağım. Bunu aparım səreyim. Sonra gəlim çayımı içeyim və başlayayım təzədən işləmə. Baxın, birinci yataq dəstəmi yumuşam. Dəsmaları da sərdim. İndi həyəti olanı belədir. Yataq dəstəmi bu çəkmişəm. Belə bu gün yumuşam. Bir quruşum var. Birazdan da bir dənə də ataram. Bu günlük bu qədər. Belə gözəl hava var. Kürəyi də qəşəng belə tez qurudacaq paltarları. Belə. Onda otağıma gəldim. Çayımı içeyim. Bir dənə yeni xalça da almışam. 70 manat və üstünə bir dənə də hədiyyə veriblər. Yeni xalçamla tanış olun. Çox gözəldir. Bir 20, bir 80 aldı. Çox sevdim xalçanı. Mən öz bir xalça istəmişdim elə. Sistimalda o indirim günlərdən aldım. Anamla getmişdim. Elə çox xalçadır, bəyəndim. Bunu bir dənə də hədiyyə verib üstünə. Belə. Ondan gözəl xalçadır. Qəşəng belə. Belə bir şeydədir. Baxın. Bir şey də var. Çox gözəl xalçadır, xoşuma gəldi. Öyle bu otaq canım balaca, öyle bir xalça istəmişdim. Böyle bu da yatağın üstündə yasa dəsti vardı, valideynlərin. Onları yıxdım, biraz yıxıb qoyun. Elə buranı tozdan aldım. Dün əvvəl silmişəm, amma yenə də tozdur. Bugün bunda boyun yerinə qalmışam. Sağlam olsun. Belə, bu da mənim vlogum. İnşallah bəyənəsiniz. Bu da vlogu burada şeylərlə bəyəndirirəm. Çünki başqa işlərimdə var, onları da keçmə mənasızdır. Çünki bir dəfə paltar düzəm və s.
Ondan qurtarıram bu gün. Eləm, bu da mənim vlogum. Videomu bəyənin və kanalıma abunə olmayı unutmayın. Sağ olun.